Salam dəyərli izləyicilər, hər birinizi kanalımda xoş gördük. Bugün sizlərə 8-ci sinif riyaziyyat dərsliyindən səhifə 98-99-da yerləşən kvadrat üçədlinin vuruqlara ayrılması və kəsrin ixtisarı mövzusunu izah edəcəm. Mövzuya keçməzdən öncə nəzərinizə çatdırmaq istərdim ki, bundan sonra da kanalımda tez-tez 8-ci sinif riyaziyyat dərsliyinin izahlarının gəlməyini istəyirsinizsə, kanala abunə olmağı, videolarımı bəyənərək mənə dəstək olmağı unutmayın. Həmçinin fikir və təkliflərinizi də şərhlər bölməsi vasitəsilə mənimlə bölüşə bilərsiniz. İndi isə uşaqlar keçək mövzunun izahına. Mövzumuz kvadrat içəridinin vuruqlara ayrılması və bunun rasional kəsrlərin ixtisarına tətbiqidir. Əslində biz kvadrat üçədlinin vuruqlara ayrılması üsulunu kvadrat tənliklər bölməsində keçmişik. Gəlin qısa bir təkrar edək. Tutaq ki, kəsrin ya surəti, ya məxrəci kvadrat üçədli formasındadır. X kvadratı üstəgələk bx üstəgələk c şəklindədir. Yadınızdadırsa, x kvadratının əmsalı 1 olduqda, yəni olmadıqda, x kvadrat üstəgələk bx üstəgələk c şəklində üçədlini vuruqlara ayırarkən biz elə iki ədəd tapırdıq ki, hasili c-yə, cəmi isə b-yə bərabər olurdu. Və sonra x kvadrat üstəgələk bx plus c-ni vuruqlara ayırırdıq. X üstəgələk m, tapdığımız ədədlərdən birini m yerinə, birini isə n yerinə qeyd edirdik. Yəni, bax, bu düstur kvadrat üçədlinin vuruqlara ayrılma düsturudur. M və N-in hasili C-yə, cəmi isə B-yə bərabər olurdu. İndi gəlin nümunəyə baxaq. X kvadrat üstəgələk 5x üstəgələk 6. Elə iki ədəd tapırıq ki, vuranda 6, toplayanda 5 eləsin. Vuranda 6, toplayanda 5 eləyən ədədlər 2 ilə 3-dür. M-in yerinə 2, N-in yerinə 3 yazdıq. Sonra digərinə baxırıq. X kvadrat üstəgələk 2x çıxaq 3. Vuranda -3, toplayanda 2 eləyən ədədlər. Vuranda -3, toplayanda 2 eləyən ədədlər 3 və -1-dir. M-in yerinə 3, N-in yerinə -1 yazırıq. Onda kəsrin surəti olacaq x üstəgələk 2 vuraq x üstəgələk 3, məxrəci isə x üstəgələk 3 vuraq x çıxaq 1. Hər ikisini vuruqlara ayırdıq. Sonra da ixtisarlarımızı apardıqdan sonra kəsir sadələşir. Amma məxrəci də sıfırdan fərqli götürüb həll etməyi unutmuruq. Bəs görəsiz, ax kvadrat plus bx plus c şəklində üçhədli verilsə, neyniyərdik? Bunu da keçmişik. Əgər x kvadratının əmsalı varsa, bu zaman elə ki ədəd tapırdıq ki, hasili a vuraq c hasilinə, cəmi isə b-yə bərabər olsun. M və n-in hasili a-c-yə, cəmi b-yə bərabər olur. Məsələn, 2x kvadrat üstəgələk x çıxaq 6. Hasili -12 götürəcəyik. 6 ilə 2-nin hasili. Cəmi isə x-in əmsalı 1 götürəcəyik. Həmin ədədlər də -3, 4-dür. M-in yerinə 3, N-in yerinə 4 yazırdıq. Və biz burada ikinci həddi parçalayırdıq. Müsbət x-in əvəzinə yazacağım -3x üstəgələk 4x. Burada yazdığımız ədədlər. Sonra da sadələşdirib həll edirik. Bu dərsi yenə təkrar izah edirəm. Kvadrat üçədlinin vuruqlara ayrılmasını biz kvadrat tənliklər bölməsində çox qəşəng keçmişdik və misallara da tətbiq etmişdik. İndi uşaqlar, gəlin 18-ci çalışmanı bu dediyimiz qaydalara uyğun həll edək. A bəndində surət kvadrat üçhədlidir. Kənarda yazıram. X hasili 12-yə, cəmi -7-yə bərabər ədədlər tapmalıyıq. Hasili 12, cəmi -7-yə bərabər olan ədədlər fikirləşməliyik. -4 və -3 ola bilər. Vuranda müsbət 12 eləyir, toplayanda da -7 eləyir. M-in yerinə -4, N-in yerinə isə -3 yazacağım. Düsturumuz necə idi uşaqlar? X kvadratı, o düsturu da lap yuxarıdan yazım. X kvadratı plus bx plus c şəklində olan kvadrat üçədlini vuruqlara ayırarkən, vuruqlara ayırma düsturu x üstəgələk m, vuraq x üstəgələk n-dir. M və n-in yerinə indi qiymətlərini yazıram. X üstəgələk
4 yazmalıyıq. Amma burada mənfi olduğuna görə x çıxaq 4 yazacağım. Vuraq, x çıxaq 3. M və N'in qiymətlərini sadəcə yerinə yazdım. Məxrəcdə isə 4x-i ortaq vuruq kimi mötərizə xaricinə çıxardıram. 4x kvadratını 4x-ə böləndə eləcə x qalır. 12x-i 4x-ə böləndə 3 qalır. İxtisarlarımızı aparaq. X çıxaq 3, x çıxaq 3. İxtisar getdi. Yerdə nə qalır uşaqlar? Bərabərdir. Surətdə x çıxaq 4, məxrəcdə isə 4x. Bunları da kənardan yazırıq. Misalın həllinə aiddir. Sadəcə kənarda qeyd edirsiniz. A bəndini yazdıq. İndi lövhəni təmizləyib B bəndinə keçirəm. B bəndində surətdə x kvadratı çıxaq x çıxaq 6 verilib. Məxrəcdə isə 2x çıxaq 6. Surətdəki kvadrat üçədlini vuruqlara ayırsaq, elə 2 ədəd tapmalıyıq ki, hasili -6-ya, cəmi isə -1-ə bərabər olsun, yəni x-in əmsalına. Hasili -6, cəmi -1 eləyən ədədlər fikirləşək. -3 və -2 götürə bilərik. Vuranda -6 eləyir, toplayanda isə -1 eləyir. Bu M olacaq, bu N olacaq. Qruplara ayırma düsturunu yazırıq. X çıxaq 3, vuraq x üstəgələk 2. Sadəcə M-lə N-in qiymətlərini yerinə yazırıq. Vuruqlara ayırma düsturunda yuxarıda yazmışam. Məxrəcdə isə 2-ni ortaq vuruq kimi mötərizə xaricinə çıxarsaq, 2 çıxaq 3 qalır və ixtisarlarımızı aparırıq. İxtisar etdikdən sonra surətdə x üstəgələk 2, məxrəcdə isə sadəcə 2 qaldı. İndi isə uşaqlar keçək C variantının izahına. C-də həm surəti, həm məxrəci vuruqlara ayırırıq. Öncə surəti vuruqlara ayıraq. Vuranda -3, toplayanda -2 eləyən ədədlər tapaq. Vuranda -3, toplayanda -2 eləyən ədədlər. -3 və müsbət 1 ola bilər. Vuranda -3 eləyir, toplayanda -2. M -3-dür, N isə 1-dir. Bax, vuruqlara ayırma düsturunu yuxarıda yazmışam. İndi də burada təkrar eləyirəm. X çıxaq M-in yerinə 3 yazırıq. Vuraq. X üstəgələk N-in yerinə də 1 yazdıq. Surəti vuruqlara ayırdıq. İndi uşaqlar aşağıdan yenə hasili -12-yə, cəmi isə müsbət 1-ə, x-in əmsalına bərabər olan ədədlər tapırıq. 4 və -3 ola bilər. M 4-dür, N də -3-dür. Aşağıda M-in yerinə x çıxaq, M-in yerinə 4 yazıram. N-in yerinə isə -3 yazıram. Hər ikisini vuruqlara ayırdıq. İndi ixtisarlarına edək. İxtisar etdikdən sonra surətdə qaldı x üstəgələk 1, məxrəcdə qaldı x üstəgələk 4. C bəndini də izah etdik. İndi isə uşaqlar keçirəm lövhəni təmizləyib D bəndinə. D variantında x kvadratının əmsalı var. Ona görə hasili seçərkən sərbəst hədlə x kvadratının əmsalı hasilini götürməliyik. Yəni 3 ilə -3 ilə 2-nin hasili -6. Deməli biz elə 2 ədəd tapmalıyıq ki, hasil -6-ya bərabər olsun. Cəmi isə x-in əmsalına, yəni 5-ə bərabər olsun. 6 və -1 götürə bilərik. 6 və -1 götürə bilərik. Sonra uşaqlar biz sadəcə x həddini parçalayırdıq. Burada aldığımız ədədlər kimi. 5x-in əvəzinə yazırıq 6x çıxaq 1x. Qalan hər şey olduğu kimi qalır. 2x kvadrat olduğu kimi qalır. 5x-in əvəzinə yazdım 6x çıxaq 1x. Görürsünüz yenə 5x verir. Parçaladıq 5x-i. Çıxaq 3. Qalan hər şey olduğu kimi saxlayıram. Məxrəcdə isə 4x çıxaq 3. Yox, məxrəcdə 2-dir. 4x çıxaq 2-dir. Davam eləyirik uşaqlar. Surətdə 2-2 qruplaşdırıram. İlk 2 həddən hər biri 2x-ə bölünür. Ona görə 2x-i mötərizə xaricinə çıxardıram. Qalır x plus 3. Digər 2 həddin hər biri -1-ə bölünür.
Mənfi 1-ə bölsə işarələr dəyişir, x üstəgələk 3 alınır. Məxrəcdə isə hər biri 2-yə bölünür. 2-ni ortaq vuruq kimi mötərizə xaricinə çıxardıram. Qalır 2x çıxaq 1. Surətdən x üstəgələk 3 yenə ortaq vuruqdur. Mötərizə xaricinə çıxartsam və hər bir həddi x üstəgələk 3-ə bölsəm, birinci yerdə 2x, sonra da çıxaq 1 qalır. 2x çıxaq 1-lər ixtisar gedir. Həm surətdə, həm məxrəcdə var. Ortaq vuruqdur. İxtisar getdikdən sonra məxrəcdə 2, surətdə isə x üstəgələk 3 qaldı. Bu da D variantının izahı idi. İndi uşaqlar lövhəni təmizləyib davam edirəm E variantına. 3x kvadratı çıxaq x çıxaq 2, məxrəcdə isə x çıxaq 1-dir. Surətdə x kvadratının əmsalı olduğuna görə hasili mənfi 2 ilə 3-ün hasilinə bərabər ədədlər tapırıq. Yəni mənfi 6-ya. Hasili mənfi 6-ya, cəmi isə x-in əmsalı mənfi 1-ə bərabər olan ədədlər fikirləşirik. Mənfi 3 və müsbət 2 götürə bilərik. Vuranda mənfi 6 eləyir, toplayanda isə mənfi 1 eləyir. Deməli, biz mənfi x-in əvəzinə yazacaq mənfi 3x üstəgələ 2x. Bir daha təkrar edirəm, uşaqlar. Biz bax bu dərsi kvadrat tənliklərin vuruqlara ayırma üsullarında çox gözəl keçib izah etmişdik. Yadınızdan çıxıbsa, orada təkrar eləyə bilərsiniz. Sadəcə mənfi x-in əvəzinə mənfi 3x üstəgələ 2x yazdım. Qalan heç nəyi dəyişmədim. Surətdə 2-2 qruplaşdırıb, ortaq vuruğu mötərizə xaricinə çıxardıram. Digər 2 həddi isə 2-yə bölünür. 2-ni ortaq vuruq kimi mötərizə xaricinə çıxardıram. Məxrəc olduğu kimi qalır. Surətdən x çıxaq 1 ortaq vuruqdur. Mötərizə xaricinə çıxartsaq və hər bir həddi x çıxaq 1-ə bölsək, 3x üstəgələ 2 qalacaq. Məxrəcdə də x çıxaq 1 olduğu kimi saxlayıram. X çıxaq 1 surət və məxrəcdə eyni olduğuna görə, ortaq vuruq olduğuna görə ixtisar gedir. Məxrəcdə heç nə qalmadı. Surətdə isə 3x üstəgələk 2 qaldı. E variantını da izah etdik uşaqlar. İndi isə keçək F variantının izahına. Lövhəni təmizləyib davam edəcəm. Surətdə x kvadratının əmsalı var. Ona görə elə 2 ədəd tapırıq ki, hasili mənfi 6 ilə 4-ün hasilinə, yəni mənfi 24-ə bərabər olsun. Cəmi isə x-in əmsalına 5-ə bərabər olsun. 8 və mənfi 3 ola bilər. Vuranda 24 elir, toplayanda 5 elir. Surətdə 5x-in əvəzinə 8x çıxaq 3x yazacağım. Qalan heç nəyi dəyişmirəm. 4x kvadratı çıxaq üstəgələk 8x çıxaq 3x çıxaq 6. Məxrəci də yenə vuruqlara ayırma qaydasından izah edirik. Sadəcə burada uşaqlar diqqət edirsinizsə, x-in əmsalı yoxdur. Ona görə hasili sadəcə mənfi 8-ə, cəmi mənfi 2-yə bərabər olan ədədlər seçirik. Hasili mənfi 8, cəmi mənfi 2 olan ədədlər. Mənfi 4 və müsbət 2 ola bilər. Vuranda mənfi 8 eləyir, toplayanda da mənfi 2 eləyir. M budur, N də budur. Məxrəc birbaşa elə vuruqlara ayrılır. X çıxaq 4, vuraq, x üstəgələk 2. Yuxarıdakı düsturda sadəcə M-lə N-in yerinə qiymətlərini yazıram. Surəti isə 2-2 qruplaşdırıram. 4x kvadratı 8x, hər biri 4x-ə bölünür. 4x-ə bölüb ortaq vuruq kimi mötərizə xaricinə çıxarsaq 4x-i. Qalır mötərizənin içərisində x üstəgələk 2. 3 mənfi 3x, mənfi 6. Hər ikisi mənfi 3-ə bölünür. Mənfi 3-ə bölsək, x üstəgələk 2 qaldı. Məxrəc olduğu kimi saxlayıram. X çıxaq 4, vuraq, x üstəgələk 2. Surətdə x üstəgələk 2 ortaq vuruqdur, mötərizə xaricinə çıxardıram və hər bir həddi x üstəgələk 2-yə bölsəm, 4x çıxaq 3 qalır. Məxrəcdə x çıxaq 4, vuraq, x üstəgələk 2.
İxtisarlarına aparaq uşaqlar. X üstəgələ 2, x üstəgələ 2 həm surətdə, həm məxrəcdə eynidir, ortaq vuruqdur, ixtisar etdik. Yerdə nə qalacaq? 4x çıxaq 3, məxrəcdə isə x çıxaq 4. Bu da F variantının izahı idi və beləliklə 18-ci çalışmanı yekunlaşdırdıq. Keçirik 19-cu çalışmanın izahına. Çoxəllinin vuruqlara ayrılmasının müxtəlif üsullarını tətbiq etməklə kəsirləri ixtisar edin. A bəndində surətdə x kvadratı çıxaq 2x çıxaq 3, məxrəcdə isə x kvadratı üstəgələk 2x üstəgələk 1 verilib. Vuruqlara ayırma metodundan istifadə edək. Hasili surətdə -3-ə cəmi -2-yə bərabər olan ədədlər tapaq. Vuranda -3, toplayanda -2 eləsin, -3 və -1. Yadınızdadır, bayaq yuxarıda düsturu yazmışdım. X kvadratı üstəgələk bx plus c şəklində kvadrat düzəltinin vuruqlara ayırma düsturu x üstəgələk m vuraq x üstəgələk n idi. M -3, n 1-dir. Yazıram. X çıxaq 3, vuraq x üstəgələk 1. Məxrəc isə müxtəsər vurma düsturlarından fikirləşsək, x üstəgələk 1-in kvadratıdır. X üstəgələk 1-in mötərizə kvadratıdır. Davam edək uşaqlar. Surətdə x çıxaq 3, məxrəcdə x üstəgələk 1-in kvadratıdırsa, x üstəgələk 1-in kvadratını 2 dəfə yazıram ki, ixtisarı daha rahat görə biləsiniz. Yazmadan da ixtisar eləmək olardı. Fərq etməz yəni. İxtisarları apardıq. Surətdə qalacaq x çıxaq 3, məxrəcdə isə qalacaq x üstəgələk 1. 19-cu çalışmanın bu A bəndi idi. İndi uşaqlar, lövhəni təmizləyib keçirəm B bəndinin izahına. B bəndində diqqət eləsəz surət yenə müxtəsər vurma düsturlarına görə x çıxaq 2-nin mötərizə kvadratıdır. X kvadratı 2x 2-yə də vuranda 4x, 2-nin kvadratı 4. Gördünüz, hamısı var. Məxrəc isə yenə vuruqlara ayırma düsturundan istifadə edək. Hasili -8-ə cəmi 2-yə bərabər olan ədədlər tapaq. Hasili -8 cəmi 2. 4 və -2 ola bilər. M 4-dür, N də -2-dir. Vuruqlara ayırma düsturunu yazıram. X üstəgələk 4 vuraq x çıxaq 2. İndi uşaqlar, x çıxaq 2-ni ixtisar eləyək. Həm surətdə var, həm məxrəcdə var. Məxrəcdən x çıxaq 2 bir dənədir, getdi. Surətdə isə x çıxaq 2 2 dənədir, kvadrat var. Ona görə birini ixtisar edəndə biri qalacaq. X çıxaq 2. Təkrar yazıb da ixtisar eləyə bilərdiniz bunu. Surətdə x çıxaq 2 qaldı, məxrəcdə isə x üstəgələk 4 qaldı və ixtisarımız tamamlandı. Həm də ifadəni sadələşdirmiş olduq. İndi isə uşaqlar, keçək C variantının izahına. Yenidən lövhəni təmizləyib davam edəcəm. C bəndində diqqət etsəz uşaqlar, bura qədər olan hissə müxtəsər vurma düsturlarından x çıxaq 3-ün kvadratıdır. Ona görə onları bir qruplaşdırıram və yazıram x çıxaq 3-ün mötərizə kvadratı çıxaq y kvadratı. Məxrəcdə isə hər bir hədd x-ə bölünür. X-i mötərizə xaricinə çıxardıram. Qalır x çıxaq 3 üstəgələk y. İndi surətdə x çıxaq 3-ə bütöv bir hədd kimi baxıb, kvadratlar fərqi düsturunu tətbiq edərəm. Birinci hədd x çıxaq 3-dür, ikinci hədd y-dir. Bir dəfə fərqini yazdım, bir dəfə də cəmini yazıram. Birinci hədd yenə x çıxaq 3-dür, ikinci hədd isə y-dir. Bir dəfə cəmini, bir dəfə fərqini yazdım. Bölək. Məxrəc olduğu kimi qalır, heç nəyi dəyişmirəm. İxtisarlarımızı aparaq burada. Bu hədlər ixtisar getdikdən sonra surətdə qalacaq x çıxaq 3 çıxaq y bölək x. Burada
Yerini dəyişib də yaza bilərsiniz. X çıxaq, Y çıxaq 3 də yaza bilərsiniz. Heç nə dəyişməyəcək. Bu da C bəndinin izahı idi. İndi isə uşaqlar, keçək 20-ci çalışmanın izahına. 20-ci çalışmada sadələşdirin və dəyişənin mümkün qiymətlərini qeyd edin. A bəndindən başlayaq həll etməyə. X üstəgələk 4-ün kvadratı. Çıxaq, 4 vuraq. Mötərizədə x üstəgələk 4, üstəgələk 4. Bölək, x kvadratı çıxaq 4. Surəti vurub açıb da sadələşdirə bilərsiniz. Ümumilikdə x üstəgələk 4-ü bir t ilə əvəz etsək, x üstəgələk 4-ü bir t ilə əvəz etsək, surətdəki ifadə olur t kvadratı çıxaq 4t plus 4. Və bu ifadə də t üst çıxaq 2-nin mötərizə kvadratıdır. Müxtəsər vurma düsturlarına əsasən. İndi t-nin yerinə gətirib yenə x üstəgələk 4 yazsaq, x üstəgələk 4, t-nin yerinə yazdım. Çıxaq 2, mötərizə kvadratı. Bərabər oldu x üstəgələk 2-nin kvadratına. Yəni, bax, bu surətdəki ifadəni kənarda sadələşdirib yazdım. Surətdəki ifadə əslində x üstəgələk 4 birinci həddi, çıxaq 2 ikinci həddi, kvadratı. Burada da yazıram təkrar. Sadələşdirilməsini isə kənardan göstərmişəm. Məxrəcdə də x çıxaq 2, x üstəgələk 2 şəklində yazırıq, kvadratlar fərqidir. Bərabərdir. Surət oldu x üstəgələk 2-nin kvadratı, məxrəc oldu x üstəgələk 2, vuraq x çıxaq 2. Yenə deyirəm, kənarda sadələşdirilməsini və səbəblərini sizə yazıb göstərdim. Buradan x üstəgələk 2 ixtisar gedir. Surətdə bir dənəsi qalır x üstəgələk 2-nin, çünki kvadrat idi. Yerdə qalan hədləri yazaq. Surətdə x üstəgələk 2, məxrəcdə isə x çıxaq 2 qaldı. Bu, sadələşdirilmiş formasıdır. İndi uşaqlar, dəyişənin mümkün qiymətlər çoxluğunu tapmaq üçün x kvadratı çıxaq 4-ü sıfırdan fərqli götürüb həll edirəm. X kvadratı çıxaq 4 fərqlidir 0. X kvadratı fərqlidir 4-dən. Nəyin kvadratı 4 eləyər? 2-nin və mənfi 2-nin. Ona görə x müsbət 2 və mənfi 2 qiymətlərindən başqa bütün qiymətləri ala bilər. İndi isə uşaqlar, keçək B variantının izahına. Lüfəni təmizləyib davam edəcək. Yenidən surətdə x üstəgələk 2-ni bir t ilə əvəz eləyirəm. Onda surətdəki ifadə t kvadratı çıxaq 2t çıxaq 8 formasına düşür. Buradan da hasili mənfi 8, cəmi mənfi 2 edən ədədləri tapırıq. Hasili mənfi 8, cəmi mənfi 2 olan ədədləri tapaq. Mənfi 4 və müsbət 2. Vuruqlara ayırıram yuxarıdakı ifadəni. T kvadratı çıxaq 2t çıxaq 8 bərabərdir. T çıxaq m. M-in yerinə mənfi 4 yazdım. Vuraq t üstəgələk n, yəni 2. Surətdəki ifadə bu formada olacaq. İndi t-nin yerinə də öz qiymətini yazsaq, t x üstəgələk 2-yə bərabərdir. Elə əvəz etmişik. X üstəgələk 2 çıxaq 4, vuraq x üstəgələk 2, üstəgələk 2. T-nin yerinə x üstəgələk 2 yazdım. Sadələşdirirəm. X çıxaq 2, vuraq x üstəgələk 4 alındı. Bax, bunu kənarda sadələşdirdim. Siz də kənarda yazarsınız. Surətdəki ifadəmiz oldu. X çıxaq 2, vuraq x üstəgələk 4. İndi məxrəci sadələşdirək, kvadratlar fərqidir. X çıxaq 4, vuraq x üstəgələk 4 alındı. İxtisarlarımızı aparaq. X üstəgələk 4-lər ixtisar getdi. Yerdə qalır bərabərdir.
x çıxaq 2 bölək x üst çıxaq 4. Kənarda da necə sadələşdirdiyimi və nəyi əvəz etdiyimi göstərmişəm uşaqlar. Surətin sadələşdirilməsi bu kənarda yazdığımdır. İndi gəlin dəyişənin mümkün qiymətləri çoxluğunu tapaq. X kvadratı çıxaq 16-nı sıfırdan fərqli götürüb həll edirəm. X kvadratı fərqlidir 16-dan. Nəyin kvadratı 16 eləyər? 4-ün, bir də mənfi 4-ün. Yəni x müsbət və mənfi 4 qiymətlərini ala bilməz. Dəyişənin mümkün qiymətlər çoxluğu x-in mənfi 4-dən və müsbət 4-dən fərqli olduğu bütün qiymətlərdir. 20-ci çalışmanı da həll etdik. İndi isə uşaqlar keçək 21-ci çalışmanın izahına. Tapşırığın həllində ən azı bir səhv var. Tapşırığı yenidən yerinə yetirməklə bu səhvləri tapın. 6x kvadratı çıxaq x çıxaq 1 bölək 9x kvadratı çıxaq 1. Məxrəcdə kvadratlar fərqidir. 3x üstəgələk 1 vuraq 3x çıxaq 1. Bu məxrəci düz yazıblar. Surətə baxaq. Surətdə hasil və cəm qaydasından istifadə edək, vuruqlara ayıraq. Hasili 1 ilə mənfi 6-nın hasilinə, yəni mənfi 6-ya. Cəmi isə x-in əmsalına mənfi 1-ə bərabər olan ədədlər tapaq. Mənfi 3 və müsbət 2. Deməli, biz mənfi x-in əvəzinə mənfi 3x üstə gələk 2x yazırıq. Qalan hər şey olduğu kimi qalır. 6x kvadratı çıxaq 3x üstə gələk 2x çıxaq 1. Surətdə 2 qruplaşdırıram uşaqlar. 6x kvadratından 3x-i, hər biri 3x-ə bölünür. 3x-ə bölsək 2x çıxaq 1 qalacaq. 2x üstə gələk 1-in də hər biri 1-ə bölünür. 1-ə bölsək 2x çıxaq 1 qaldı. Məxrəci olduğu kimi yazıram. 3x üstə gələk 1 vuraq 3x çıxaq 1. Surətdə 2x çıxaq 1 ortaq vuruqdur. Mötərizə xaricinə çıxardıram. Qalır 3x plus 1. Məxrəcdə 3x çıxaq 1 vuraq 3x plus 1. İxtisarlarımızı aparaq uşaqlar. 3x plus 1-lər ixtisar getdikdən sonra surətdə 2x çıxaq 1, məxrəcdə isə 3x çıxaq 1 qalır. Dəyişənin mümkün qiymətlərini tapmaq üçün 9x kvadratı çıxaq 1-i sıfırdan fərqli götürəcəm. 9x kvadratı çıxaq 1 fərqlidir 0. 9x kvadratı fərqlidir 1-dən. İndi burada yer çatmadı, ona görə qabağından yazıram. Siz alt-alta yazarsınız. X kvadratını taparkən 1-i 9-a böldüm, 9-da 1. X kvadratı 9-da 1-dən fərqlidirsə, x də nəyin kvadratı 9-da 1 eləyər? 3-də 1-in və mənfi 3-də 1-in. Mənfi, müsbət 3-də 1-dən fərqli edəcək. Dəyişənin mümkün qiymətləri x-in mənfi 3-dən və müsbət 3-dən fərqli qiymətləridir. Görə indi səhvi harda ediblər? Surətdə 6x kvadratı çıxaq x çıxaq 1-in əvəzinə belə bir ifadə yazıblar. X kvadrat üstə gələk 1 çıxaq 3x çıxaq 1. Burada səhv ediblər surətdə. Məxrəc səhv deyil, məxrəci bura kimi düz yazmışdılar. Amma surətdə səhvlik eləyiblər uşaqlar. Surətdə səhvlik elədiklərinə görə də səhv gedib. Sonra da bundan bunu ixtisar eləyiblər. Ümumiyyətlə başdan ayağa səhv eləyiblər buradan sonra. Əsl düzgün formasını mən aşağıda qeyd etdim. Necə həll etmək lazımdır. 21-ci çalışmanı da həll etdik. İndi isə uşaqlar keçək 22-ci çalışmanın izahına. Aşağıdakı kəsirləri 12a kvadratı b məxrəcinə gətirin. A bəndindən başlayaq həll etməyə.
5b bölək 6a verilib. Biz bax bu məxrəci 12a kvadratı b-yə gətirməliyik. 12a kvadratı b-yə gətirməliyik. Baxaq burada nə var? 6 var. 2-yə vurulsa 12 olacaq. A var. Bir dənə də a-ya vurulsa a kvadrat olacaq. Və gərək bir dənə də b-yə vuraq ki, b alınsın. İndi 6-nı 2-yə vurduq. 12, a-nı a-ya vurduq. A kvadratı, eləcə b var. B-yə də vuranda b alınacaq. 6a-nı 2a-b-yə vuranda 12a kvadratı b alındı. Bax, bu formada tapdıq. Tamamlayıcı vuruq olacaq 2a-b. Surəti də 2a-b-yə vuraq. 5-i 2-yə vuranda 10, a b-nin kvadratı. Tamamladıq. Sonra B bəndinə baxaq. B bəndində 3 bölək 4a b verilib və məxrəci yenə də 12a kvadratı b-yə gətirməliyik. İndi baxaq. 4 12-yə necə çevrilə bilər? 3-ə vurulsa, a kvadratına necə çevrilə bilər? A-ya vurulsa, b də onsuz da burada da eynidir, burada da eynidir, dəyişməyib. Deməli, 3a-ya vururuq. Surəti də 3a-ya vuracağım. 3 3-ə vuranda 9, a-ya da vuranda a. 9a. Keçək C bəndinə. Yenə də məxrəci 12a kvadratı b-yə gətiririk. Görək nəyə vurublar? 3-ü gərək 4-ə vuraq ki, 12 olsun. Burada uşaqlar b-dir, burada da b-dir, dəyişməyib. Deməli, b-yə vurmayıblar. Əlavə a kvadratı var. Deməli, a kvadratına vurublar. Surəti də 4a kvadratına vuraq. 4 dəfə 2, 8. A-nı da a kvadratına vuranda a kubu eləyəcək. Oldu 8a kubu surətdə. Keçək D variantına. D variantında məxrəc 12-dir, surət isə 5b. Məxrəci 12a kvadratı b-yə gətirməliyik. 12-nin özü var. Burada a kvadratı b yoxdur, amma burada a kvadratı b var. Deməli, elə a kvadratı b-yə vurulub. A kvadratı b-yə vururuq. Surəti də vuracam a kvadratı b-yə. 5 olduğu kimi yazılır. A kvadratı olduğu kimi yazılır. B-ni b-yə vuranda b kvadratı. 5b-ni a kvadratı b-yə vurduq. 5a kvadratı b kvadratı alındı. Bu da 22-ci çalışmanın izahı idi. İndi isə uşaqlar keçək 23-cü çalışmanın izahına. 23-cü çalışmada yenə də kəsirlərin məxrəcini deyilən ədədə gətirməliyik. Başlayaq A bəndindən. 6y-də 7x kəsirinin məxrəcini 12x kvadratı y kubuna gətirin. Bu şəkildə yazın. İndi baxaq görək məxrəci nəyə vurublar. 6y 12x kvadratı y kubuna necə çevrilə bilər? 6 2-yə vurulsa 12 olacaq. Y kvadratına vurulsa 12. Y kvadratına vurulsa y kub olacaq. Burada x kvadratı yoxdur, amma burada var. Deməli, həm də x kvadratına vurulub. Surəti də vuraq. 2y kvadratı x kvadratına. 7-ni 2-yə vuranda 14. X-i x kvadratına vuranda x kubu. Y kvadratının da elə özünü yazacaq. Çünki orada vurulası başqa y yoxdur. B bəndinə baxaq. Y çıxaq x şəklində yazmalıyıq məxrəcə. Uşaqlar, fərq nə zaman yerini dəyişir? Hədləri həm yerini, həm işarəsini dəyişir. Burada x müsbətdir, burada x mənfidir. Deməli, mənfi 1-ə vurulub. Y burada mənfidir, burada müsbətdir. Deməli, nəyə vurulub? Mənfi 1-ə vurulub. Surətdə mənfi 1-ə vursaq, olacaq mənfi 4. Sonra keçək C variantına. C variantında A bölək
A çıxaq 1. Məxrəci A kvadratı çıxaq 1 şəklində göstərin. Bu A kvadratı çıxaq 1 nə deməkdir uşaqlar? Kvadratlar fərqi. A çıxaq 1 vuraq A üstəgələk 1 deməkdir. Bax, bu məxrəc. Bu kvadratlar fərqidir. İndi məxrəci bura gətirmək üçün A çıxaq 1-i nəyə vurmalıyıq? Nə çatışmır? A üstəgələk 1 çatışmır. Deməli, vurmalıyıq A üstəgələk 1-ə. Aşağıdan da yazmışam ifadənin açılmış formasını. Deməli, A üstəgələk 1-ə vurmalıyıq. Vururam A üstəgələk 1-ə. A-nı A-ya vuranda olacaq A kvadratı, A-nı 1-ə vuranda olacaq A. 23-cü çalışmanı da yekunlaşdırdıq. İndi isə uşaqlar keçək 24-cü çalışmanın izahına. Sadələşdirin. A bəndindən başlayaq sadələşdirməyə. Surət asandır. Sadəcə 2-ni mötərizə xaricinə çıxardırıq. Ortaq vuruğu. X çıxaq 1 qalır. Məxrəci isə hasilini və cəmini fikirləşməklə vuruqlara ayırırıq. Hasili mənfi 10-a, cəmi isə x-in əmsalına 9-a bərabər olan 2 ədəd tapırıq. Vuranda mənfi 10, toplayanda 9. 10 və mənfi 1 ola bilər. M 10-dur, n mənfi 1-dir. Yazıram x üstəgələk 10 vuraq x çıxaq 1. O düsturu yenə yadınıza salmaq istəyirəm. X kvadratı üstəgələk bx üstəgələk c şəklində kvadrat üçədli vuruqlara ayıranda x üstəgələk m vuraq x üstəgələk n kimi yazırdıq. M və n isə burada bizim tapdığımız ədədlərdir. Vuranda hasilisi cəmi b olan ədədlərdir. O düsturdan istifadə edib elə birbaşa yazdım. Sonra uşaqlar burada ixtisarlarımız var. X çıxaq 1 ilə x çıxaq 1. İxtisar getdikdən sonra surətdəki məxrəcdə isə x üstəgələk 10 qaldı. İndi keçək B variantına. Yaxşı olar ki, mən lövhəni təmizləyib davam edim. Çünki B variantında həm surəti, həm məxrəci bu qaydada vuruqlara ayırmalıyıq. Öncə surətdən başlayaq. Elə 2 ədəd tapaq ki, hasili 8-ə, cəmi isə mənfi 6-ya bərabər olsun. Hasili 8, cəmi mənfi 6. Vuranda 8, toplayanda mənfi 6 eləsin. 4 ilə 2, mənfi 4 və mənfi 2. Vuranda 8, toplayanda mənfi 6 eləyəcək. M mənfi 4, n isə 2-dir. Surəti vuruqlara ayırıram. Y çıxaq 4, vuraq, y çıxaq 2. Keçirəm məxrəcə. Vuranda mənfi 10, toplayanda 3 eləyən ədədlər. Mənfi 10, toplayanda 3 eləyən ədədlər. 5 ilə mənfi 2 götürə bilərik. Toplayanda 3 eləyəcək. M, N. Y üstəgələk 5, vuraq, Y çıxaq 2. İndi ixtisarlarımızı aparırıq. Y çıxaq 2 həm surətdə, həm məxrəcdə var, yəni ortaq vuruqdur. İxtisar gedəcək. Surətdə qalır Y çıxaq 4. Məxrəcdə isə qalır Y üstəgələk 5. Bu da B variantının izahı idi. İndi isə uşaqlar, keçək C variantının izahına. Surətdəki ifadədə hədlərin hər biri 2-yə bölünür. 2-ni ortaq vuruq kimi mötərizə xaricinə çıxardıram. X kvadratı üstəgələk x çıxaq 6 alındı. Məxrəcdə isə 4x-i ortaq vuruq kimi mötərizə xaricinə çıxarsaq, 4x-ə bölünəndə x üstəgələk 3 alındı. Bayaqki qayda ilə hasili mənfi 6, cəmi müsbət 1 eləyən ədədlər fikirləşirəm. Hasili mənfi 6, cəmi müsbət 1. X-in əmsalı, yəni cəmi X-in əmsalını götürürük. 3 və mənfi 2 ola bilər. M3-dür, N də mənfi 2-dir. 2 vuraq. X
üstəgələk 3, vuraq x çıxaq 2. Surəti vuruqlara ayırdıq. Keçək məxrəcə. 4 vuraq x, vuraq x üstəgələk 3. Məxrəcdə heç nəyi dəyişmədim. Olduğu kimi saxlayıram. X üstəgələk 3-lər ixtisar getdi. Əlavə olaraq 2 ilə 4 də ixtisar gedir. 2-ni 2-yə bölsəm 1 qalır, o 1-i yazmıram. 4-ü amma 2-yə bölsəm 2 qalacaq, o 2-ni yazıram. Surətdə qaldı x çıxaq 2, məxrəcdə isə qaldı 2x. Bu da C bəndinin izahı idi. İndi uşaqlar keçək D bəndinin izahına. Surətdə 3x kvadratı çıxaq 6-dır. Bu asandır. Hər biri 3-ə bölünür. 3 ortaq vuruq kimi mötərizə xaricinə çıxarsam və digər hədlərin hər birini 3-ə bölsəm, x çıxaq 2 qaldı. Məxrəcdə isə x kvadratın əmsalı olduğuna görə hasili mənfi 10-dan 2-nin hasilinə, yəni mənfi 20-yə bərabər. Cəmi isə x-in əmsalına 1-ə bərabər olan ədədlər fikirləşirik. 5 və mənfi 4 ola bilər. Vuranda mənfi 20, toplayanda 1 eləyəcək. Sadəcə x-in əvəzinə 5x çıxaq 4x yazıram. Yəni x-i 5 və mənfi 4-ün cəmi şəklində parçaladım. Qalan hər şeyi olduğu kimi saxlayıram. X kvadratı üstəgələk 5x çıxaq 4x çıxaq 10. Məxrəcdə 2-2 qruplaşdırıb ortaq vuruğu mötərizə xaricinə çıxardacağım. Surətdə isə heç nəyi dəyişmirəm, onsuz da sadədir. 2x, 5x hər biri x-ə bölünür. X ortaq vuruq kimi mötərizə xaricinə çıxardanda 2x üstəgələk 5 alındı. Sonra mənfi 4x, mənfi 10. Hər ikisi mənfi 2-yə bölünür. Qalacaq deməli mənfi 2-yə bölünsə 2x üstəgələk 5. Məxrəcdə 2x üstəgələk 5 ortaq vuruqdur. Mötərizə xaricinə çıxartsam, qalır x çıxaq 2. Surətdə də 3 vuraq, mötərizədə x çıxaq 2. X çıxaq 2-lər buradan ixtisar gedir. Həm surətdə var, həm məxrəcdə var, ortaq vuruqdur. İxtisar etdikdən sonra surətdə qalır 3, məxrəcdə isə qalır 2x üstəgələk 5. Keçək 25-ci çalışmaya. X kvadratı üstəgələk 2x çıxaq 15 bölə x çıxaq 3 və x üstəgələk 5 ifadələrinin ekvivalentliyini göstərin. Bu ekvivalentlik üçün hansı şərt ödənməlidir? Birincidən başlayıb həll edirəm uşaqlar. X kvadratı üstəgələk 2x çıxaq 15 bölə x çıxaq 3. Surəti bayaqki yazdığımız qayda ilə sadələşdirək. Hasili mənfi 15-ə, cəmi isə x-in əmsalına, yəni 2-yə bərabər. 2-yə bərabər olan 2 ədəd tapırıq. Vuranda 15, toplayanda 2 eləsin. 5 və mənfi 3. M5, N mənfi 3-dür. Surəti vuruqlara ayırıram. X üstəgələk 5, vuraq x çıxaq 3. Məxrəcdə isə x çıxaq 3 qaldı. Surətlə məxrəcdə x çıxaq 3 ortaq olduğuna görə onları ixtisar edirik. Sadəcə qalır x üstəgələk 5. Həqiqətən də ekvivalent oldu. Yəni birincini sadələşdirəndə x üstəgələk 5 aldıq. Amma bu ekvivalentlik üçün hansı şərt ödənməlidir? Məxrəc sıfırdan fərqli olmalıdır. Məxrəc sıfırdan fərqli olmalıdır ki, ifadənin mənası olsun. Deməli, dəyişənin mümkün qiymətlər çoxluğu 3-dən fərqli bütün qiymətlərdir. X 3-dən fərqli olduğu bütün qiymətlərdə bu ifadə x çıxaq 5 ilə ekvivalent olur. Bu da 25-ci çalışmanın izahı idi. İndi uşaqlar davam edək, keçək 26-cı çalışmanın izahına. 26-cı çalışmada 3 hədliləri cəbr kartlarının köməyi ilə vuruqlara ayırın və rasional ifadələri sadələşdirin. Başlayaq A bəndində. X kvadratı üstəgələk 4x üstəgələk 3 bölək x üstəgələk 1. Cəbr kartlarını çəkək uşaqlar. Deməli, bizə bir dənə x kvadratı lazımdır. X kvadratını çəkdim. Sonra
3 dənə x'i buradan çəkəcəm yanına. Bu bir dənə x olsun. Sonra ikinci x. Bu da üçüncü x. Bir dənə də x'i buradan çəkirəm. 3 dənə də 1. Məndə biraz əyri oldu. Siz dammalı dəftərdə xəttkeşlə bunu daha rahat çəkə biləcəksiniz. Qruplara ayırdım uşaqlar. Bu x kvadratıdır. Bunların hər biri x'dir. 4 dənə x oldu. Bunlar da 1'dir. Gördüyünüz kimi x kvadrat üstə gələk 4x üstə gələk 3 alındı. Bu hissəsi x üstə gələk 3'dür. Çünki bax bu x ifadə edir. Bunlar da 1'i ifadə edir. X üstə gələk 3. Bu hissəsi isə x üstə gələk 1'dir. Qruplara ayrılmış oldu. Düzbucaqlının eni oldu x üstə gələk 1, uzunluğu isə oldu x üstə gələk 3. Məxrəcdə də x üstə gələk 1 var. İxtisarları aparırıq. Yerdə qalır x üstə gələk 3. Rasional ifadəni bu şəkildə sadələşdirdik. İndi uşaqlar keçək B variantına. B variantında x kvadratı üstə gələk 5x üstə gələk 6 bölək x üstə gələk 2 verilib. 5x. Burada sadələşdirəcəm indi onu. Bizə bir dənə x kvadratı lazım idi. X kvadratını çəkdim. Bu x kvadrat olsun. Sonra 3 dənə x. Bunun biri artıqdır. Bunu siləcəm. Aşağı hissədə yenə bizə bir dənə x lazımdır. Bir yox, hətta 2 dənə x lazımdır. Ara xətlərində böldüm. Deməli, bu x kvadratıdır. Bunların hər biri x-lərdir. 5 dənə x oldu. Bu xətləri də bölsək, birlərdir. 6 da buradan alındı. Bu hissələr 1, bu hissə x-dir. X, 1, 1, 1. Onda eni x üstə gələk 2, uzunluğu x üstə gələk 3 oldu. X üstə gələk 2, x üstə gələk 3. Bölək məxrəcdə də var, yenə x üstə gələk 2. X üstə gələk 2'lər ixtisar getdi. Fərqli rənglə qoy ixtisar edeyim uşaqlar. Daha rahat görə biləsiniz. Qara düşməsin. Yerdə qaldı x üstə gələk 3. İndi lövhəni təmizləyib keçirəm C variantına. Surətdə x kvadrat üstə gələk 7x üstə gələk 6'dır. Məxrəcdə isə x çıxaq 1'dir. Deməli, bizə x kvadratı lazımdır. Gəlin həmin x kvadratını çəkək. X kvadratı yanında da 6 dənə x çəkəcəm. Ona görə biraz böyük götürdüm. Artıq olan hissələrini kəsərəm. Heç nə olmaz. Bu x kvadratımız. Bir dənə x. 2 dənə x. 3 dənə x. 4 dənə x. 5 dənə x. Bu da 6 dənə x. Lazım olmayan yerləri silək.
və aşağıdan da bir dənə x-i qeyd eləyəcəm. X kvadratı, bunlar da x-dərdir. 7 dənə x var. 6 dənəsi sağ tərəfdədir, biri də aşağıdadır. 7 dənə x. Bunlar da birlərdir uşaqlar. X kvadrat üstəgələk 7x plus 6. İndi düzbucaqlının n olacaq x üstəgələk 1, uzunluğu da olacaq x üstəgələk 6. Məxrəcdə də x üstəgələk 1 var. Surətlə məxrəcdən x üstəgələk 1 ixtisar getsə, qalır elə x üstəgələk 6. Bu da 26-cı çalışmanın izahı idi. İndi isə uşaqlar keçək 27-ci çalışmanın izahına. Düzbucaqlının sahəsi x kvadrat üstəgələk 5x üstəgələk 4 kvadrat vahid, eni isə x üstəgələk 1 vahid olarsa, perimetrini göstərin. S bərabərdir. Heç mötərizəyə ehtiyac yoxdur burada. Mötərizəsiz yaza bilərik. Sahəsi x kvadratı üstəgələk 5x üstəgələk 4-dür. Eni isə x üstəgələk 1-dir. Düzbucaqlının sahəsini taparkən enini uzunluğuna vururduq. İndi uzunluğunu tapmaq üçün sahəsini eninə böləcəyik. Sahəsi bölək eni. Sahəsi x kvadratı üstəgələk 5x üstəgələk 4-dür. Eni isə x üstəgələk 1-dir. Yenə hasil və cəm qaydasından istifadə edək. Hasili 4-ə, cəmi isə 5-ə bərabər olan ədədlər fikirləşək. 4 və 1. M 4-dür, N isə 1-dir. X plus 4 vuraq, x üstəgələk 1. Məxrəcdə də x üstəgələk 1. X üstəgələk 1-lər ixtisar getdi. Qaldı x üstəgələk 4. Deməli, düzbucaqlının uzunluğu x üstəgələk 4-dür. Sonra deyir ki, perimetrini göstərən ifadəni tapın. Düzbucaqlının perimetrini taparkən 2 vuraq, eni üstəgələk uzunluğu düsturundan istifadə edirik. Sözlə yazıram, AB ilə yazmalıyım. Əslində, sadəcə başa düşməyiniz üçün bu formada deyirəm. Düzbucaqlının eni x üstəgələk 1-dir, uzunluğu isə x üstəgələk 4-dür. 2 vuraq, 2x üstəgələk 5. 2-yə vursam hər bir həddi 4x üstəgələk 10 alındı. Deməli, düzbucaqlının perimetri də 4x üstəgələk 10 oldu. 27-ci çalışmanı da izah etdik. İndi isə uşaqlar keçirəm 28-ci çalışmanın izahına. Kvadrat formalı vərəq üzərində mümkün qədər böyük radiuslu dairə çəkin. İndi hazırda mənim vərəqim kvadrat formalı deyil. Ona görə sizə kvadrat formalı bir şəkil çəkəcəm. Bax, bu bizim kvadrat formalı vərəqimiz olsun. Bunun içərisində mümkün qədər böyük radiuslu dairə çəkək. Mümkün qədər böyük radiuslu dairə çəkək. Gərək mərkəz oradan götürməzdim. Bacardığım qədər böyük radiuslu bir dairə çəkməyə çalışıram. Kvadratı çəkdik, içərisinə radiusu dairəni çəkdik. Kvadratın tərəfini 2x qəbul edin. Kvadratın tərəfi 2x olsa, kvadratın tərəfi 2x olsa, uşaqlar, diqqət edin, bu da çevrənin mərkəzidir. İndi çevrənin mərkəzini tamamlamağa çalışıram. Tamamlayaq mərkəzini, daha doğrusu radiusunu. Və burada diqqət edirsinizsə,
çevrənin diametri alınır. Çevrənin diametri elə kvadratın tərəfinə bərabərdir. D bərabərdir 2r, o da bərabərdir 2x-ə. Kvadratın tərəfi çevrənin diametrinə bərabər. Diametr də öz növbəsində 2r-ə bərabər olur uşaqlar. Diametr radiusun 2 mislidir. Çevrənin mərkəzi, radiuslar. Onda çevrənin kvadratın tərəfi də 2x verilib. Buradan 2r bərabərdir 2x tənliyini həll etsək, hər tərəfi 2-yə bölsək, r bərabərdir x alınacaq. Yəni, kvadratın daxilinə çəkilən çevrənin radiusu kvadratın tərəfinin yarısına bərabərdir. Çevrənin diametri isə kvadratın tərəfinə bərabərdir. Bax, bu sözləri deyə bilərik. A bəndində kvadratın və dairənin sahələrinin nisbətini göstərən ifadəni yazın. A bəndində kvadratın sahəsi S bərabərdir 2x-in kvadratına. Çünki tərəfi 2x-dir. Olacaq 4x kvadratı. Dairənin sahəsini tapaq. Bu S kvadrat, bu da S dairə olsun. Dairənin radiusu pi r kvadratından hesablanır. R-in də yerinə x yaza bilərik. Yuxarıda ifadə etmişik. Pi x-in kvadratı. İndi bunların nisbətini quraq. Dairənin kvadratın sahəsinin dairənin sahəsinə s kvadrat bölək s dairə bərabərdir. 4x kvadratı bölək pi x kvadratı. X kvadratları ixtisar getsə, surətdə 4, məxrəcdə pi qalacaq. Bu, deyilən nisbət. Qeyd etdik. Sonra keçək B variantına. Dairə kağızın təxminən neçə faizini tutur? Cavabınızı onda birlərə qədər yuvarlaqlaşdırın. Elə B bəndini də buradan qeyd edəcəm. Dairə kağızın təxminən neçə faizini tutur? İndi biz S dairənin S kvadratın sahəsinə nisbətini yazmalıyıq. O da bizə nə verəcək? Pi x kvadratı bölək 4x kvadratı. Yenə buradan x kvadratlı ixtisar getsə surətdə pi, məxrəcdə 4 qalır. İndi uşaqlar, pi-nin yerinə öz ədədi qiymətini yaza bilərik. Təxminən 3,14 bölək 4. Və bizdən faizini soruşur. Neçə faizini təşkil edir? Aldığımız cavabı həm də 100-ə vurmalıyıq. Pi-nin ədədi qiymətini yerinə yazdım və 100-ə vururam. Bərabər olacaq. 3,14-ü 100-ə vursam 314. 314-ü də 4-ə bölürəm. Bu təbii ki, təxmini bir cavabdır da. Pi-nin dəqiq qiyməti 3,14 deyil. Təxmini qiyməti 3,14-dür. 31-in içərisində 4 neçə dəfə yerləşər? 7 dəfə. 28, orada qalar 34. 34-ün içərisində 8 dəfə 32. 32-nin içərisində orada 2 qaldı. 5 dəfə təxmini. Bölməyə davam eləsək, təxminən bu formada davam edir. Bizdən yuvarlaqlaşdırmağımızı istəyir. Nəyə qədər yuvarlaqlaşdıraq? Onda birlərə qədər. Onda birlərə qədər yuvarlaqlaşdırsaq, uşaqlar, bu 3, 5-i artıra bilməyəcək. Elə bu təxminən 78 tam onda 5% edəcək. Deməli, dairə kağızın, yəni kvadratın 78 tam onda 5%-ni əhatə etdi. Bu da 78-ci çalışmanın izahı idi. İndi isə keçək 29-cu çalışmanın izahına. 29-cu çalışmada torbada N sayda qırmızı kürə, M sayda ağ kürə var. Torbaya bütün kürələrin 2 misli qədər sarı kürə əlavə edildi. Qırmızı kürələr N dənədir. Ağ kürə M dənədir. Cəmi N plus M-dir.
Bunların 2 misli qədər də sarı kürə əlavə edəcəklər. Cəmi n plus n'dir. 2 misli olacaq 2n plus m. Vurğaça da bilərik, amma hələlik bu formada saxlayıram. 2 misli qədər sarı kürə əlavə edildi. Torbadan təsadüfən bir kürə çıxarsanız, onun A bəndi qırmızı, B bəndi sarı, C bəndi B ağ, C sarı rəngli olma ehtimalını göstərən rasional ifadə yazın. A bəndində torbada cəmi neçə kürə var? Gəlin indi onu hesablayaq. Bax, bunların cəmini hesablayaq. N plus M üstəgələk 2 vuraq N plus M bərabərdir. N 2N 3N hətta yazım da. 3N üstəgələk 3M. 3-ü də mötərizə xaricinə çıxarsaq, N plus M alınacaq. Cəmi bu qədər kürə var. A bəndindən davam edək. Təsadüfən bir kürə çıxarsanız, qırmızı olma ehtimalını tapaq. Qırmızı neçə dənədir? N dənədir. N dənə qırmızı var. Deməli, surətdə əlverişli halların sayı olacaq N. Ehtimal taparkən surətdə əlverişli halların sayını, yəni bizə lazım olan halların sayını, məxrəcdə isə mümkün halların sayını yazırıq. Bizə qırmızı lazımdır, ona görə surətdə əlverişli halları N yazdım. Məxrəcdə isə ümumi halları yazıram. 3 vuraq N üstəgələk M. Bu qırmızı olma ehtimalı idi. Qeyd etdim. B bəndində ağ olma ehtimalı. Ona görə surətə ağların sayını yazacağım. M. Məxrəcə isə ümumi bütün mümkün halların sayını yazdım. Bunu vurvaça da bilərsiniz. Bu formada da saxlaya bilərsiniz. Keçdik C bəndinə. Sarı. İndi sarıların sayını yazıram surətdə. Sarılar 2 vuraq. N plus M'dir. Mümkün hallar isə 3 vuraq N plus M'dir. N plus M'lər ixtisar gedir buradan. Bərabər olur 3-də 2-yə. Sarı çıxma ehtimalı, burada da ağ çıxma ehtimalı. İndi uşaqlar, bu da 29-cu çalışmanın izahı idi. Keçək 30-cu çalışmanın izahına. Rasional ifadələrin qurulmasını tələb edən iki məsələ yazın. Məsələlər sahə, hərəkət, ehtimala və s. aid ola bilər. Yaxşı uşaqlar, gəlin yazaq. Sadəcə mən yazıb sonra sizə göstərəcəm ki, vaxt bir o qədər çox getməsin yazmaya. Birincini düzbucaqlının eni uzunluq sahəsinə aid yazacağım. İkincini də ehtimala aid. Vaxt çox getməsin deyə bu şəkildə yazıb sizə göstərirəm. Birinci məsələmiz düzbucaqlının sahəsi və eni verilib uzunluğunu tapmaqdır. Düzbucaqlının sahəsi x kvadrat üstəgələk 5x plus 6 kvadrat vahid, eni isə x üstəgələk 2 kvadrat vahid olarsa, uzunluğunu göstərən rasional ifadə yazın. Düzbucaqlının uzunluğunu tapmaq üçün sahəsini eninə böldüm. Vuruqlara ayırma yolunda artıq yuxarıda izah etmişəm. İxtisar gedəcək, qaldı uzunluğu x üstəgələk 3. İkinci məsələmiz isə torbada n dənə qara, m dənə ağ şar var. Təsadüfən çıxarılan bir şarın ağ olma ehtimalını göstərən rasional ifadə yazın. Bizə lazımdır ağ şarlar. Ona görə əlverişli hal m-dir. Bütün mümkün hallar isə n plus m-dir. Məxrəcdə mümkün hallar, surətdə əlverişli halları yazdıq və rasional ifadəni qurduq. Bu da 30-cu sual idi uşaqlar. İndi isə keçək 31-ci sualın izahına. Rulonlardakı qavroletin uzunluğunu müəyyən etmə tapşırığını aşağıdakı addımlarla yerinə yetirin. Qavroletin büküldüyü silindr formalı kartonun oturacağının radiusu balaca yerlə ifadə olunub. O içəridəki silindrin, boş turbanın. Kavrolet rulonunun, bütün rulonun radiusu böyük yerlə qəbul olunub. Bütün rulonun, bax diqqət edirsiniz, bütün rulon erdir.
İçəridəki boş hissənin silindrin radiusu isə R-dir. Qəbul edilib. Rulonun dairəvi üzünün kavrolit hissəsinin, rulonun en kəsiyinin sahəsini göstərən ifadəni yazın. İkincidən başlayaq. Bu dairəvi hissənin sahəsini tapmaq üçün böyük dairənin sahəsindən bu içəridə kiçik dairənin sahəsini tapmalıyıq. 1. S bərabərdir. Böyük dairənin sahəsi pi r kvadratı. Çıxaq kiçik dairənin sahəsi pi balaca r-in kvadratı. Pi-ni mötərizə xaricinə çıxarsaq, pi vuraq, r kvadratı çıxaq r kvadratı olacaq. Keçək ikincisinə. Kavrolitin qalınlığını D, bir rulondakı kavrolitin uzunluğunu L qəbul edin. Uzunluğu kavrolitin uzunluğuna, eni isə kavrolitin qalınlığına bərabər olan düzbucaqlının sahəsini tapın. Belə bir düzbucaqlıdır. Uzunluğu kavrolitin uzunluğuna elə, eni isə qalınlığına bərabər olan düzbucaqlı sahəsini tapmalıyıq. S bərabər olacaq L vuraq D. Üçüncüdə isə qalınlığı D olan kavrolitin uzunluğunu L göstərən ifadəni yazın. L tapaq buradan. L bərabərdir S bölək D olacaq. İndi S-in də yerinə yuxarıda yazdığımız, birinci bənddə yazdığımız ifadəni yaza bilərik. Pi vuraq R kvadratı çıxaq R kvadratı bölək D. Düsturu yazdıq. D, L, R arasında hansı asıllıq var? L ilə D tərs mütənasibdir. Çünki D məxrəcdədir. R kvadratları iləsə düz mütənasibdir. Surətdə olan hərflərlə düz mütənasib, məxrəcdə olanla isə tərs mütənasibdir. Yəni, rulondakı kavrolitin uzunluğunu müəyyən etmək üçün pi vuraq R kvadratı çıxaq R kvadratı bölək D-dən istifadə edirik. Buradakı surətdə yazdığımız ifadə bu en kəsiyinin sahəsi idi. D isə kavrolitin qalınlığı idi. Bu da 31-ci sualın izahı idi uşaqlar. Beləliklə bu dərsimizi də yekunlaşdırdıq. Sonda izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Gələn dərslərdə görüşmək ümidi ilə hər birinizə dərslərinizdə uğurlar.